İnsanların çoxu motivasiyanı güc sanır, amma əsl güc motivasiya deyil, əsl güc davamlılıqdır. Və bir çox insan motivasiyadan asılı olduğuna görə onlar hər gün hədəfləri üçün hər gün çalışır. Artıq nəticə əldə etmədikdən sonra onlar dayanmağa başlayır. Çünki onlar tez bir zamanda nəticə istəyirlər və onlar motivasiyalı şəkildə çalışdığından, bir müddətdən sonra motivasiya olmadığından artıq onlar heç bir addım belə atmaq istəmirlər. Amma davamlı insanlar isə fərqlidirlər. Onlar tez bir zamanda nəticə qazanmaq istəmirlər. Onlar bu macəradan zövq alırlar. Onlar hər gün motivasiyalı şəkildə deyil, disiplinli bir şəkildə hər gün çalışırlar və istədikləri uğurlara çata bilirlər. Amma bir çox insan isə tez bir zamanda nəticə qazanmaq istəyir və onlar ilk başlanğıcda yeni planlar qurur, yeni strategiyalar qurur, yeni hədəflər müəyyənləşdirirlər. Bu hədəfləri reallaşdırmaq üçün isə motivasiyalı şəkildə hər gün çalışırlar. Amma bir müddətdən sonra isə, yəni ilk uğursuzluqdan sonra, ilk rədd cavabından sonra isə artıq onlar dayanmaq qərarına gəlirlər. Çünki onların əsl istədiyi şey nəticədir. Onlar prosesi istəmirlər və bunun nəticəsində onlar heç bir uğur qazana bilmirlər. Amma davamlı insanlar isə onlar nəticədən yox, prosesdən zövq alırlar. Bəzən hər gün çalışan bir insan aylarla belə nəticə görməyə bilər və bu normal bir haldır. Amma arxa planda isə bu insan etdiyi hər çalışma, yəni hər atdığı kiçik addım arxa planda onu daxildən dəyişir. Onun düşüncə tərzi dəyişir, səbri artır, yeni bacarıqlar kəşf edib bu bacarıqları inkişaf etdirir və beləcə istədiyi uğura nail ola bilir. Amma bir çox insan isə tez bir zamanda nəticə əldə etmək istədiyindən onlar heç bir uğura nail ola bilmirlər. Amma sizə bunu da söyləmək istəyirəm ki, əgər ki bir insan hər gün bir hərəkəti təkrar eləyərsə, bu artıq onun üçün vərdiş halına keçmiş olar. Çünki əgər ki bir insan hər gün idman eləyərsə, bu artıq idman etmək istəyən bir insan olmur. Bu artıq idmansız bir insan olur. Və yaxud da bir insan hər gün çalışırsa, bu artıq uğur qazanmaq istəyən bir insan deyil, artıq uğura gedən bir insan olur. Və bu şəkildə insan hər gün etdiyi bu vərdişlər artıq onu dəyişir və nəticədə bu etdiyi hərəkətlər artıq vərdiş halına çevrilmiş olur və bu da təbii ki, davamlılıq adlanır. Bir çox insan uğurlu olan insanlara baxıb bunu necə bacardıqlarını düşünürlər, amma onlar bunu bilmirlər ki, bu uğur qazanan insanlar illərlə kiçik, davamlı və sıxıcı addımları hər gün təkrar eləyərək istədikləri uğurlara nail ola biliblər. Və onlar hər gün çalışaraq, hər gün davamlı şəkildə addımlar ataraq istədikləri uğurlara nail ola biliblər. Amma bir çox insan isə tez bir zamanda nəticə əldə etmək istədiyindən, artıq bir müddətdən sonra nəticə əldə edə bilmədiyindən artıq onlar geri çəkirlər və heç bir zaman uğur qazana bilmirlər. Amma əsl proses isə uğur qazanmaq müddətində başlayır. Yəni, hələ uğur qazanmadığı zamanlarda belə, əgər ki, bir insan nəticə olmadan da belə davam edə bilirsə, artıq bu insan fərqli bir səviyyəyə keçmiş olur. Və burada da bir çox insan dayandığından bu insan bu dayanan insanların fürsətindən istifadə edib tez bir zamanda hərəkətə keçir və davamlı şəkildə hər gün addımları təkrarlayaraq, hər gün kiçik, sıxıcı, təkrarlanan addımları hər gün davam etdirərək istədiyi uğura nail ola bilir. Və sizə də bunu söyləmək istəyirəm ki, dünyada bir çox insan uğur qazanmaq istəyir, amma bir çox insan tez bir zamanda nəticə əldə edə bilmədiyindən artıq dayanmaq qərarına gəlirlər. Və bu dayanmaq qərarına gəldikləri anda belə artıq davamlı olan insanlar üçün bir fürsət yaranmış olur. Və bu insanlar, yəni davamlı olan insanlar bu fürsətdən istifadə edib istədikləri uğurlara çata bilirlər. Və bir insan gündə cəmi 1% inkişaf etsə belə, aylar sonra əvvəlki halından tam fərqli olur. Amma bir çox insan isə tez bir zamanda başlayır, yəni sürətli şəkildə başlayır. Amma bir müddətdən sonra isə nəticə əldə etmədikdən sonra artıq onlar yorulub dayanmaq qərarına gəlirlər. Amma uğurlu olan insanlar isə onlar səssiz şəkildə hər gün davamlı addımlar ataraq, hər gün kiçik, yəni 1% inkişaf eləyərək istədikləri uğura səssiz şəkildə nail ola biliblər. Və mənim əvvəlki videolarımda da səssiz inkişaf videolarıma baxsanız, orada da sizə söyləyirəm ki, bir insan tək qaldığı halda belə, onu heç kim alqışlamasa belə, onu heç kim görməsə belə, onu heç kim dəstəkləməsə belə, o insan uğuru qazanmaq üçün hər gün davamlı şəkildə addım atır və səssiz şəkildə uğursuz olub, o səssiz şəkildə o uğursuzluqlardan dərs çıxardıb, yenidən təkrar eləyərək, səssiz şəkildə də inkişaf eləyib, o uğurda qazana bilər. Amma bir çox insan isə
tez bir zamanda başlayıb, yəni uğur qazanmaq üçün uğura gedən yolda tez bir zamanda hərəkətə başlayıb, heç bir nəticə əldə etmədikdən sonra artıq onlar dayanmaq qərarına gəlirlər. Çünki onlar tez bir nəticə istəyirlər, amma o nəticəni əldə etmədikdən sonra artıq onlar geriyə çəkilirlər və vaxtlarını boş yerə sərf edirlər. Amma əsl uğur qazanmaq istəyən bir insan səssiz şəkildə inkişaf edən insandır və bu insan da təbii ki, davamlı şəkildə inkişaf edən insandır. Və indi isə mən sizə davamlı olmağın 3 böyük üstünlüyünü sizə danışmış olacağam və ümid edirəm ki, bu 3 böyük üstünlük sizin üçün faydalı bir məlumat olmuş olacaq. Davamlı olmağın üstünlüklərinin birincisi isə bacarıqların inkişaf etməsidir. Və bir insan bir hərəkətə hər gün davam etdikdən sonra bunu vərdiş halına çevirmiş olur. Və bu vərdişdən aylar sonra isə nəticə əldə etdikdən sonra artıq digər bacarığı inkişaf etdirmək üçün vaxtını, günlərini sərf etmiş olur. Və başlanğıcda zəif kimi görsənsə də, əslində bu bacarığı inkişaf etdirməkdə əsas məqsəd təcrübə toplamaqdır. Və davamlı olmağın ikinci əsas böyük üstünlüklərindən biri isə digər insanlardan fərqli olmaqdır. Və bir çox insan, yəni hədəfi olan bir çox insan hədəfləri üçün hər gün çalışarkən artıq onlar tez bir zamanda nəticə əldə etmək istəyirlər. Amma nəticə əldə etmədikdən sonra isə artıq onlar başladığı işi yarımçıq qoyurlar. Və burada davamlı olan insanlar üçün bir fürsət yaranmış olur. Və sizin də bildiyiniz kimi davamlı olmaqda ikinci əsas böyük üstünlük isə digər insanlardan fərqli olmaqdır. Çünki digər insanlar başladıqları işi yarımçıq qoyduğu halda, əgər ki, başqa bir insan, yəni davamlı olan insan bu fürsətdən istifadə edib hər gün çalışmağa davam edirsə, bu avtomatik olaraq digər insanlardan onu fərqli edir. Və davamlı olmağın isə sonuncu, yəni üçüncü əsas böyük üstünlüyü isə bir insanın özünə olan güvəninin artmasıdır. Çünki bir insan artıq danışmaq əvəzinə səssiz şəkildə inkişaf etməyə başlayırsa və bir hərəkəti hər gün davamlı şəkildə təkrar edirsə, artıq buradan nəticə əldə etməyə başlayır. Və bu nəticələr də bir insanın daxildən özünə güvənini artırmış olur. Və artıq siz davamlı olmağın 3 böyük əsas üstünlüyünü öyrənmiş oldunuz. Və əgər ki, mənim bu videolarım həqiqətən sizin üçün faydalı bir video hesab olundusa, bu həqiqətən gözəl bir şeydir. Sağ olun, özünüzə yaxşı baxın. Gələcək videolarda isə görüşmək ümidi ilə.